söz müəyyən miqdar saylı ismin arasında işlənir. Məsələn, deyirəm ki, 10 nəfər adam. Baxın, müəyyən miqdar saylı ismin arasında numerativ söz işlənir. O numerativ söz insan anlayışı da bildirir, cansız əşya da bildirir, cütlük, qoşalıq da bildirir və s. Hansı numerativ sözlərim var? Nəfər, litr, sonra kiloqram, stəkan, damcı, sonra vaqon, maşın, dəstə və s. Baş, göz və s. Mənim numerativ sözlərim var. Bu numerativ sözlər, bəziləri sırf numerativ söz bildirir. Və burada nəfər sırf numerativ sözdür. Bəzi sözsə həm numerativ sözdür, ayrılıqda başqa nitq hissəsi işlənə bilir. Məsələn, deyirəm ki, bir maşın adam. Bir maşın adam. Bir saydır. Müəyyən miqdar saydır özdə. Adam da isimdir. Müəyyən miqdar saylı ismin arasında işlənən maşın sözü numerativ vəzifəsində işlənir. Bu numerativ sözdür. Əslində maşın ayrılıqda mənim maşınım qırmızıdır. Ayrılıqda isim kimi işlənir. Yəni bəzi sözlər var ki, sırf numerativ sözdür. Bəzi sözlər var ki, yerinə görə, yəni müəyyən miqdar saylı ismin arasında işlənəndə numerativ sözdür. Ayrılıqda numerativ söz deyil. Məsələn, deyirəm ki, bir stəkan su. Müəyyən miqdar saylı ismin arasında işləndir. Burada stəkan numerativ sözdür. Ayrılıqda numerativ söz deyil. Qaşıq da elə. Bir qaşıq qan. Ayrılıqda qaşıq numerativ söz deyil.